Bəli, bir müddət əvvəl burada dövlətin vəzifəli şəxsləri gəlmişdilər bu kəndə, gözəl açılış elədilər. Təşəkkür edirəm. Bəli, cənab prezidentimiz də bura gəldi, yəni hamısı gözəl açılış olundu. Gözəl yollar çəkilir, gözəl işlər gedir, gözəl bərpa işlər gedirlər. Amma təəssüflər olsun ki, cənab prezidentimiz aidiyyəti olan orqanlar bu kənddə demək olar ki 10% kəsib yaşayır. Qalanları hamısı imkanlı şəxslər evləri alıbdılar və qıfılların hamısını vurubdular, işıqları yanlı qoyubdular, həyətdə paltarları sərifdilər, güya ki bizləri alladırlar. Amma bizləri alladanmazlar, özlərini alladırlar. Və onlar buranı daysa kimi istifadə edirlər, ikinci evləri kimi istifadə edirlər. Amma mənim yerlilərim, mənim həmvətənlərim, mənim Azərbaycanlılarım, mənim Kəlbəcərlilərim, Laçınlarım, Şuşalılarım, və yaxud da ki Ağdamlılarım, bizim Ağdərlilərim gedib hansısa vaqonda da qalanlar var. Məktəbin həyətində qalanlar da var, bağçada qalanlar da var, zirzəmidə qalanlar da var. Qardaş, adiyyəti olan orqanlar, hər bir rayonda nümayəndəlik var. Cənab prezidentimiz milyonlar arasında pullar ayırır ki, dövlət maaş verir ki, düzgün insanlar haqqında məlumatları düzgün çatdırasınız. Bəli, cənab prezidentimiz hər dəfə çıxışlarında deyir ki, siz jurnalistlər kimsiz? Bizim gözümüzsünüz. Siz mətbuatçılar bizim döyünən ürəyimiz və gözümüzsünüz. Bizim görmədiklərimizi bizə çatdırırsınız. Bəli, mən həmin jurnalistlərdənəm. Həmin jurnalistlərdənəm ki, birinci növbədə mən Kəlbəcər bitən tərtəri, o döyüşləri, o müharibəni, o ağrını, acını yaşayan insanlardan biriyəm. Və ona görə də bu kəndlərdə oluram ki, adiyyəti olan orqanlara çatdırıram, cənab prezidentimizə çatdırıram, Milli Məclisə çatdırıram, Nazirlər Kabinetinə, Məcburi Köçkünlər Komitəsinə ki, vallah burada yaşayanların 90% hamısı imkanlı şəxslərdir. Evlər imkanlı şəxslərə verilir. Bəli, onlar pay verilir, milyonçulara verilir, necə verilir, onu inşallah özləri bilərlər. Və adiyyəti olan orqanlar, o mənim işim deyil, o birbaşa adiyyəti olan orqanlar işidir ki, onu araşdırsınlar. Və xahiş edirəm araşdırır. Mən evləri səmtim, göstərdim, qalanı qaldı, adiyyəti olan orqanların işinə. Təşəkkürlər, mən cənab prezidentimizə inanıram, bir dənə inanıram. Ona görə inanıram ki, bizim Kəlbəcərimizi, bizim Qarabağımızı, bizim 12 rayonumuzu erməni işğalından azad elədi. Və dünya tarixində görünməyən bir hadisə olaraq 44 gün müddətində azad elədi. Başqa dövlətlərdə, başqa millətlərin yanında biz deyəndə ki, Azərbaycanlıyıq, utanırdıq. Çünki bizim qeyrətimiz, namusumuz, babamızın qəbri, nənəmizin qəbri hamısı erməndə idi. Bəli, ona görə biz hər zaman cənab prezidentimizə minnətdarıq ki, təşəkkür edirik ki, onun siyasəti nəticəsində bütün şəhidlərimizin qanun nəticəsində şəhidlərimizin qarşısında baş əyirəm. Şəhidin anaları qarşısında mən baş əyirəm. Ona görə ki, o torpaqlarımız bizə alındı, qeyrətimiz bizə qayıtdı, namusumuz bizə qayıtdı. Amma cənab prezidentimiz və adiyyəti olan orqanlar burada bazar açıqdılar, burada makler eləyirlər, burada vəzifəli şəxslərə, idarə müdürlərinə, məktəb direktorlarına ancaq vəzifəli şəxslərə evlər verirlər. İmkansız şəxslərin evlərini mən çəkirəm, işıqlandırıram, fermalarda yaşayırlar, bağçalarda yaşayırlar, məktəb binalarında yaşayırlar. Bir dənə təkcə kifayətli ki, Kəlbəcər rayonunun qaçqınları, yəni vətəndaşları Gəncədə, Gülüstanda, o cümlədən də Qocalar evində yaşayanlar nümunədir. Vəssalam, bunlar görünür nə vəziyyətdədirlər. O vəziyyətdə olan insanlar ola-ola vəzifəli şəxslərə evlər verilirlər. Təşəkkürlər, mən inanıram ki, adiyyəti olan orqanlar ciddi tədbir görəcəklər. Bəli, bura demək Vəngli kəndidir. Gördüyünüz kimi 72-77. Bax, ev hazırdır, tam. Sadəcə daha çəkim istifadə edirlər. Vəssalam. Baxın, göstərəm bir-birini sizlərə. Bəli, 72-65. Heç kəs yoxdur. Burada gördüyünüz kimi qapını yanına bağlayıbdılar. İçəridə baxdıq, boylandıq, heç kəs yoxdur. Baxın, bir-bir göstərəcəm sizlərə bu evləri. Bəli, gördüyünüz kimi 2 mərtəbəli evdir. Baxın. Bəli. Bu yenə bəyək ki, bir neçə bundan əvvəlki variantlar. Dediyim qaydada qıfıl 71-50 işıq yanır. Yəni ki, bu paltarlar, köhnə paltarlar sərirlər. Amma həqiqətən evdə olmurlar. Və mən buradan o kasıblar haqqında demirəm. Həqiqətən ehtiyac olanlar var ki, 40%-ın çıxmaq şərti ilə onlar həqiqdən də imkanları burada iş yeri olmadığına görə köçüb gedirlər. Amma bu 40%-ına aiddir.
60%-na aid deyil. 60%-ı buradan ev alırlar və Bakıda, Şəkidə gözəl şəraitdə yaşayırlar. Mənim yerlilərim də, mənim Azərbaycanlılarım da hamısı çox çətin şəraitdə yaşayırlar. Çətin şəraitdə yaşayırlar. Amma cənab prezidentə bu adiyyətli olan orqanlar, yerdəki məmurlar düzgün məlumat vermirlər. Mən bir bu evləri çəkib sizlərə atmaq özümə borc bilirəm cənab prezidentimiz. Baxın, göstərin, hamını bir göstərin. Bəli, özləri üçün gözəl dayçalar, gözəl yerlər alıbdılar və dediyim qaydada bu cür evlərdə yaşamırlar. Baxın, görün, bu cür yerlərdə yaşamırlar. Bunların hamısının qapısı bağlı, 90%-nin qapısı bağlı. Bəli, baxın, gördüyünüz kimi burada da qəşəng işıq yanır, bu evdə də yoxdur. Çünki o yaşayış olan yerdə heç vaxt işıq yanmaz, yadınızda saxlayın. Bəli, görün. Gözəl dağlar. Böyle. Bakın. Gördünüz. Hələ göstərəcəm. Bakın. Və işıqlar da hamısında yanır. Hamısının və belə olan variantda olan insanların hamısının həyətində işıq yanır. Görün, villadır da, ev deyil qardaş. Villadır, ev deyil. Ona baxın bir dənə. Villadır. Gördünüz. Baxın, cənab prezidentimiz, adiyyəti olan orqanlar, baxın. Baxın, görün insanların, mənim yaxınlarım, əmmi oğlanları, əzizlərim, necə çətin şəraitdə yaşayın. Bunlar mı villada qalırlar, villanın qapısını bağlılar. Keçdik bu tərəfə, baxın, işıq yanlıdır. Görürsünüz, işıq yanlıdır, qardaş. Yanlıdır, bilirsiniz nəyə görə yanlıdır? Güya ki, evdədirlər. Cənab prezidentimiz, bura villadır. Baxın, adiyyəti olan orqanlar, baxın. Villadır da, qardaş, villanın boynuzda olmur ha. Villadır və qonşular da deyirlər ki, aylarlandır ki, bura gəlmirlər, buna baxın. İllərlə, aylarla gəlmirlər. Mənim çətin vəziyyətdə yaşayan həmyerlilərim çox çətin şəraitdə yaşayırlar, cənab prezidentimiz, adiyyəti olan orqanlar. Baxın, görün də, qardaşlarım, 90% qapılar bağlıdır. Hamısının qapıları bağlıdır. Və heç kəs yaşamır. Bu cür evlər hamısı nə ilə alınıb, hansı vasitə ilə alınıbdır, o mənim işim deyil. O adiyyəti olan orqanların işidir. Baxın. Baxın, görün. Baxın, adiyyəti olan orqanlar.